Salam dəyərli izləyicilər. Bu gün sizi Qafqazın ən qədim, ən müasir və ən möhtəşəm şəhərlərindən birinə, Bakıya aparırıq. Bura əsrlərin kəsişməsi, qədim şərqlə müasir qərbin qovuşduğu unikal məkandır. Küləklər şəhəri adlanan Bakı həm hekayələri, həm memarlığı, həm də xarizması ilə hər kəsə heyran edir. Gəlin Bakının 7 möhtəşəm faktı ilə bu möhtəşəm şəhəri daha yaxından tanıyaq. Birinci fakt. Bakı dünyanın ən qədim şəhərlərindən biridir. Bakı haqqında ilk yazılı mənbələr 5-ci əsrə, bəzi arxeoloji tapıntılar isə 8000 il əvvələ gedib çıxır. Şəhərin mərkəzində tapılan qədim yaşayış yerləri və alətlər Bakının minilliklərlə tarixə malik olduğunu göstərir. Bu torpaqlardan keçmiş bütün böyük sivilizasiyalar Bakıda öz izini qoyub. İkinci fakt. İçəri şəhər. Daşlara yazılmış tarix. Bakının ən qədim hissəsi olan İçəri şəhər UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Burada Qız qalası, Şirvanşahlar sarayı, dar küçələr, qədim hamamlar və karvansaralar şəhərin orta əsr ruhunu qoruyur. Dar küçələrdə itmək belə insana zövq verir. Çünki hər künc bir sir, hər daş bir tarix danışır. İçəri şəhər həmçinin Bakının mədəniyyət beşiyidir. Üçüncü fakt. Qız qalası. Bakının ən böyük sirri. Qız qalasının tikilmə məqsədi hələ də mübahisəlidir. Bəziləri onun Zərdüştlüyün atəş ibadətgahı olduğunu, bəziləri isə bir müşahidə qülləsi kimi tikildiyini düşünür. Daha maraqlısı, qalanın divarları o qədər möhkəmdir ki, müasir texnika olmadan belə bir inşaat etmək inanılmaz çətin idi. Qız qalası Bakının ən böyük sirri olaraq qalır. Dördüncü fakt. Bakı dünyanın ilk neft paytaxtı. Dünyada sənaye üsulu ilə neft çıxarılması ilk dəfə Bakıda həyata keçirildi. 1846-cı ildə Bibi Heybətdə qazılan quyudan çıxan neft bütün sənaye tarixini dəyişdi. 20-ci əsrdə Bakı dünyanın ən çox neft ixrac edən şəhərləri sırasında idi. Buradakı neft sərvəti Bakını qısa zamanda varlı, müasir və dünya ilə inteqrasiya edilmiş kosmopolit bir şəhərə çevirdi. 5-ci fakt. Küləklər şəhəri adının səbəbi. Bakı hər il güclü xəzri və cilava küləklərinin təsiri altındadır. Küləklər bəzən o qədər güclü olur ki, küçədə yerimək belə çətinləşir. Şəhərin bu adı boşuna deyil. Külək Bakının xarakteridir. 6-cı fakt. Alov qüllələri. Müasir Bakının simvolu. Bakının modern tərəfini simvolizə edən alov qüllələri, alov forması ilə şəhərin neft tarixini və zərdüştlük irsini təcəssüm edir. Axşam saatlarında LED işıqlarla işıqlandırılan qüllələr şəhərin gecə panoraması nağılına çevrilir. Bakı həm orta əsrlərin şəhəri, həm də gələcəyin metropoludur. Alov qüllələri bunu ən gözəl şəkildə göstərir. 7-ci fakt. Bakı Xəzərin sahilində yerləşən yeganə metropol. Bakı dünyada Xəzər sahilində yerləşən tək metropol şəhəridir. Dənizkənarı bulvar dünyanın ən gözəl sahil xiyabanlarından biri hesab olunur. 1899-cu ildə salınan bulvar illər keçdikcə genişlənərək Azərbaycan təbiətinin və şəhər mədəniyyətinin simvoluna çevrilib. Bura həm yerli, həm də turistlərin ən sevimli istirahət məkanıdır. 8-ci fakt. Bakı multikulturalizmin paytaxtı. Tarix boyu müxtəlif xalqlar, dinlər, mədəniyyətlər Bakıda dinc şəkildə yaşayıb. Şəhərdə həm məscid, həm kilsə, həm sinaqoq yan-yana yerləşir. Bu, Bakının əsrlərdir qoruduğu tolerantlıq ənənəsidir. Bakı həm şərqin müdrikliyini, həm də qərbin dinamizmini özündə birləşdirən unikal bir məkandır. Bakı küləklərin şəhəri, tarixin şahidi, gələcəyin mərkəzi və Qafqazın incisidir. Burada hər addımda həm qədimlik var, həm də müasirlik. Hər küçəsi bir xatirə, hər binası bir hekayə danışır. Əgər bu video xoşunuza gəldisə, bəyənin, abunə olun və şəhərlərdə hansı şəhər barədə video görmək istəyirsinizsə yazın. Bakıdan sevgilərlə. Növbəti videoda görüşənədək.